Hər kəsə salam, mən Hüseyn Salmanov. Bugün təxminən Bakı mətbəxinə 7000 km uzaqlıqda olan Koreya mətbəxinin dadına baxmağa gəlmişik. Amma təbii ki, Koreyada yox, 28-də yerləşən Time Korea barbekü restoranında çox maraqlı mətbəxi var. Sizlər üçün də maraqlı olacaq. Gedək, birlikdə baxaq. Onlar gözləyirik, yaxlaşan yox belə. Rezerv eləmişik bu arada. Birazdan manqalı xotlayacağıq, barbekümüz də belədir. Özümüz pişirib özümüz yeyəcəyik. Məkan interyer olaraq bu şəkildədir. Gördüyünüz kimi maraqlıdır. Hər bir masanın üzərində barbekülər var və onların havalandırmaları var. Yəqin ki, bu aşağı düşür. Bu bar hissəsidir, girişdə bizi qarşılayır. Bu da bizim masanın mənzərəsidir. Və masada gördüyünüz kimi Çinli ya da Koreyalı qardaşlarımız da artıq bilmirəm. Onlar əyləşib 2 dənə masada. Vallahi mən tam olaraq seçə bilmirəm hansı millət olduğunu. Siz bilirsinizsə yazın. Deməli, belə bir menüsü var. Təbii ki, Koreya mətbəxi olduğuna görə adlarını bilmirik. Çox yaddılar. Normalda öyrənmişik lülə kabab, antrikot, ədviyyatlı quzu qabırğaları. Bir dənə tanış olan ad budur. Qiymətlər belədir. Mən asta-asta verim, siz baxın. Grill toyuq qanadları, Avstraliya, A5 röbey steki 120 manat. Belə sizi çox menü ilə yormaq istəmirəm. Səhifələrinə daxil olub menülərə zaten istəsəniz baxa bilərsiniz. Deməli, bizə köməyimizə ehtiyac var çünki bilmədiyimiz mətbəxdir. Birinci dəfədə dadına baxacağıq. Bizə lazım olan nədir? Özümüz bişirək. Fərqli ətlər olsun ki, ən azından hamısının dadına baxaq. Bir ət olmasın. Ola bilər set alını yəqin ki, bunlardır. Bir dənə set demək istəyirik. 58 manat olan setdən. Dəniz məhsullarından ramyendir, nədir? Acılı olan acısız. Çox acılıdır. Normalda Koreyalılar acılı yer, acısız. Acılı. Onda orta acılı olsun. Sifariş verdik. Adlarını bilmirəm, aşağıda düzgün formasını yazacağım. Tteokbokkidir, nədir? Ondan sifariş verdik. Sonra ramyen supudur, dəniz məhsullarına ibarət bir supdur. Bir də setləri var, setlərin sifariş verdik. Orada da qarışıqdır, ətlər və tərəvəzlər falan da var. İndi gələndə videoda görəcəksiniz. Maraqlı olacaq. Mənim üçün çox maraqlıdır. Sizin üçün də fikirləşirəm ki, maraqlı olar. Mənlə bərabər ilk dəfə olaraq yəqin ki, siz də Koreya mətbəxi ilə tanış olacaqsınız. Mənim üçün bir ilk olacaq. Bunlar nədir? Deyə bilərsiniz, bilirsinizsə əgər. Bu kimçi turşusudur. Koreyalıların kələm turşusu. Bu həmçinin xiyar turşusudur. Bu da daha doğrusu Koreyalıların xiyar kimçisi deyə bilərik. Bu turpdur, bu da kələmdir. Bu dördü bir yerdə pançan adlanır. Bunlar dördü də biraz acıdır. Soslardan bu biraz turşməzə bir sosdur, ağ olan. Ortadakı barbekü sosu kimidir. Üçüncü isə toz ədviyyatların qarışığıdır, yer fıstığı, hil ədviyyatların qarışığıdır. Bunların heç biri acı deyil. Yemək qaydası nədir? Ətlər bişəndən sonra soslara batırıb, əti qoyuruq kahın ortasına, çiğ köftə kimi bükürük, yeyirik. Gözür ətlərimiz gəlsin, manqalı potlasınlar. Başlayaq bişirməyə. Manqalı yəni yandırsınlar da, indi zarafatçı potlasınlar deyirəm. İstəsəniz sifariş verə bilərsiniz, hazırda gələ bilər. Prosta maraqlı olsun deyə özümüz bişirməyə üstün tuturuq. Bu da bizim havalandırma borumuzdur. Hər bir masanın üzərində görürsünüz var. Bu əti çevirmək üçündür. Bu da kəsmək üçün. Deməli, mal ətlərimiz də gəldi. Adi bildiyimiz mal ətidir. Prosta marinovkası ola bilər, bəs fərqli olsun. Götürək ətlərimizi bişirək. Birini yoxlayaq, sonra o ətləri yoxlayarıq. Üzərində olan ədviyyatlardan biraz əlavə eləyək. Soğanı biraz öldürək istidə. Yemək pişirmək nə çətinmiş ya. Sonra götürürük kahını. Biraz salat əlavə eləyək və bu şəkildə bükək. Belə bir şey olur. Hansısa bir dənə ədviyyatlı bilmirəm, indi ayrıca dadına baxacaq, onun dadı möhtəşəmdir. Deməli, bu ramyen supudur, bu da tteokbokkidir, çox maraqlı görsənir və bayağı pislidir. Orada isə dəniz yosunu supu. Suplarımız gəlib, çox istidir. Ona qədər dedik, ətlərimizi bişirək, göstərim belə. Bişirək ətlərimizi, amma hələ yenə ət vardı, ondan da dadına baxacaq. Bu da setin içində olan ətlərdir. Bunları da indi pişirib dadına baxacaq. Setin deməli içində çox şey var, bir tərəfdən gəlir. Pors olaraq da bu arada çoxdular. Bu da setə daxildir, bu da setə daxildir.
və bu gördüklərimiz də setə daxildir. Brahmin supu, bu yeməyin adı yadından çıxır. Bunu və bu yosun supunu ayrıca sifariş vermişik. Qaşıqlardan vaz seçdik. Bu əti qarışdırdığımız su ən gözəl. Gətirik ətimizi və qoyuruq. Dadı yaxşıdır, amma yeməsi zülümdür. Burada vilka olardı, qaşıq olardı, qəşəng rahat. İstəsəz verirlər də, sadəcə özümüz belə eləyək ki, maraqlı olsun. Belə bir dürmək düzəldirik, kariya dürmək. Turşudan da əlavə eləyək. Mən bu ilə götürəcəm. Bunlardan biraz əlavə eləyək. Əminəm ki, Koreyalılar bunu belə yemir. Biz zülüm çəkirik yeyəndə və dağıdırıq. Amma dadı yaxşıdır. İndi fikirlərimi deyəcəm. Yosun supu. İlk dəfə dadına baxacam məndə. Supdur bildiyimiz, sadəcə balığın dadını hiss edirsən tam olaraq. Elə balığın özünü yeyirsən, amma hansı ki, sup içirsən, yəni balıq yemirsən. Yosundan da yeyək. İlk dəfədir yosun yeyəcəm. Yəni nə bilim, dad hiss eləmədim. Amma sup qəşəngdir. Mən balıq sevdiyim üçün sup xoşuma gəldi. Bizim ağız dadımıza çox uzaqdır. Bizim mətbəximizə çox uzaqdır daha doğrusu. Amma yəni fərqli daddır, bəyəndim. Bu arada ətlər çox gözəl idi. Bir ədviyyatın dadı gəlirdi. Mən fikirləşdim ki, bu istifadə etdiyimiz ədviyyatlardan biridir, amma ayrıqda dadına baxdım. O deyildi. Ətin öz marinovkası idi, istiotu düzüydü. Mən o birinci çağın içində qoyub yediyimiz əti şəxsən çox bəyəndim. Xiyarın da dadına baxmaq istəyirəm. Adi xiyardır. Qeyri-adi bir dadı yoxdur. Bu üçün fərqlidir. Acılığı var. Axırda qiymətləndirməmi də eləyəcəm, məkanla bağlı, yeməklərlə bağlı. Yüz ifadəmdən də görürsəyim. Bu dəqiqə beynim algılamağa çalışır, görəsən bu nədir? Başa düşmədim. Belə acısını hiss edirəm və çox sərtdir. Sanki xəmir deyirsən, amma xəmir deyil və sərtdir. Hiss elədim burada dad sadəcə sosların dadıdır və acıdır daddır. Məsələn, bunun nə olduğunu bilmirəm. Bəlkə olan budur. Bu çox sərtdir, bunu biraz yemək çətindir. Deməli, bu tabokgili düyü unu ilə hazırlanmış xəmir yeməyi kimi düşünün. Amma sərtdir, rezin halına salınır. Bu da bildiyimiz kələmdir. Koreyalıların çox xoşuna gələ bilər. Hətta mən bildiyim qədərilə ən sevdiyi yeməklərdən. Amma mən bəyənmədim çünki sərtdir. Sərt elə bil ki, xəmir yeyirsən. Burada başqa nə var? Bu da ona oxşar bir şeydir. Sərt hava salınmış düyü unudur. Marmelat tipli evli xəmirini yeyirsən. Bunun nudulun da dadına baxaq. Bu arada çox acıdırlar hamısı. Bu da turpdur. Bu acılı turpdur, bu da acılı xiyardır. Bu da turşudur, acılı turşu. Dəniz məhsullarından ibarət supdur deyək. Midyedir, kalimardır və nuduldur. Adı da ramendir. Qiymətini aşağıda bir yerlərdə qoyacam. Dadına baxaq. Maraqlıdır. Nuduldur, amma yenə də balıq tamı gəlir normal olaraq. İçində belə midyelər də var. Midyedir, kalimardır. Bu yediyim kalimar idi, bu da midyedir. Yəni bunun dadını bəyəndim, nə yalanlayım. Mən dəniz məhsulları sevdiyimə görə xoşuma gəldi. Midye ilə kalimarın dadı da yaxşıdır. Krevetka da var içində. Mən bunu bəyəndim, nə yalanlayım. Bu da yosundur. Yeməklər çox acılıdır deyə. Qızdırmamız varsa mən də gəlib bu supların dadına baxsaz qızdırmamız düşəcək aşağı. Doğrudan çox acıdır. Məndən bayaqdan tərk edir. Bir tərəfdən yemək yeyirəm, bir tərəfdən tərləyir. Amma mən sizə videonun sonunda deyəcəm, əgər bu məkana gəlsəz nələr sifariş verin. Sizin üçün daha uyğun olar. Çünki bəzi yeməkləri biz ağız dadımızda çox uzaq olduğu üçün bəyənmədik, yeyə bilmədik. Düşünürəm ki, siz də bəyənməlisiniz. Ona görə o səhvsizlik etməyəsiniz deyə mən sizə deyəcəm, təklif edəcəm nələri sifariş verəsiniz. Manqalı yağlayırıq, ızqaranı yağlayırıq. Və görürsünüz, ətlər tez qızarır. Ət zaten yəni tez pişən bir şeydir. Görürsünüz, ətlərimizi götürdük, ətlərimizi qızardırıq indi və yanına tərəvəz də əlavə eləmişik. Bu badımcandır, bu da bildiyimiz göbələkdir. Ətlərimizi qəşəng pişiririk. Deməli, tərəvəzlərimizdən göbələyimiz artıq pişir. Ətimizi də götürək. Bu ətdən də əlavə eləyək, biz yerə qədər pişsin. Bunlar nazik olduğu üçün daha tez pişir. Bunlar pişənə qədər dadına baxaq. Ətlərinə dadına baxaq görək.
Bu hətta məncə əziyyatlara baxsaq daha dadlı olar. Göbələyin də dadına baxaq. Bu da bizim qavaçımızdır. Adını səhv deyə bilərəm, siz rəy bölməsində düzgün adını qeyd edeyim. Bunu sifariş verirsiniz, yəni bəyənməyə bilərsiniz. Çox səhvdir, yemək həddindən artıq səhvdir. Bu ət yaxşıdır, pis deyil. Nazik doğranıb deyə pişəndə də belə deyim, yemək rahat olur. Amma bu həddindən artıq səhvdir. Bərk deməyək, yumuşaqdır əslində, amma rezi kimi olduğuna görə dişləmək olmur. Bu ət indi yeyirəm, özü də görəcəksiniz səhvdiyini. Yəni heç cür dişləmək olmur, ancaq bunun yolu budur ki, bu arada əti çiğ verirlər, biz özümüz bişiririk. Yəni biz povur deyilik, biz belə deyim, bu işin ustası deyilik. Ola bilər ki, biz düzgün bişirməmişik deyə belə olur. O da öz yerində. Povur dostlarımız var, izləyicilərimiz arasında. Qeyd edə bilər ki, ola bilər biz arası səhv eləmişik, amma inanmıram ki, hər hansısa bir səhv bişirməyimizə görə bu ətin bəşliyi bu qədər çox olsun. Bayağı bir çeynəmək lazımdır. Deməli, bu əti götürdük və yenə də çağın arasında bu şəkildə düzəldirik və bu ədviyyatlara batırdı. Bu ədviyyatlara mütləq batırın ədləri, çünki çox gözəl dad verir. İndi dadına baxaq. Hesabımızı da ödədik. Hesabımız burada bir yerlərdə çıxacaq. 138 manat elədik. Zaten görəcəksiniz. Oregano set dedik, 58 manat. Sprite 4 manat. Sirap 3 manat 50 qəpik. Tete Kabakki 19 manat. Dəniz yosunları şorbası 18 manat. Jiampong Ramyen 22 manat. Gələrəm, bəli, mən bu məkana gələrəm. Mənim üçün çox gözəl bir təcrübədir. Çünki həm ətimizi sifariş veririk, ət gəlir çiğ vəziyyətdə. Biz özümüz onu hazırlayırıq. Çox gözəl təcrübə yaşayırıq. İstəyirik az bişiririk, istəyirik çox bişiririk. Və orada belə deyək, biraz məşğuliyyət olur da bizim üçün. Həm söhbət edə bilərik, həm burada ətimizi bişirə bilərik. Bu şəxsən mənim çox xoşuma gəldi. Amma növbət səfər gələndə bu qədər şey sifariş vermək yerinə Dongbei salatını sifariş verərəm ki, onun dadı möhtəşəm idi. Salat deyirəm, amma tərkibində ət də var. Özümüz bişirdik yenə və dəniz məhsullarından ibarət olan sup var ki, onun da dadı çox gözəl idi. Mən bəyəndim. Tərkibində kalmar idi, midye idi, krevetka idi və nadıl var idi. Çox gözəl idi. Siz də gələndə mütləq bu iki dediyimiz sifariş verin. Əmin olun ki, çox bəyənəcəksiniz. Ramyen dedim supun qiyməti 22 manat və porsiyalar bu arada qeyd edim ki, çox böyük idi. Onu rahatlıqla 3 nəfər yeyə bilər həmin supu. Digər salatın Dongbei salatının isə qiyməti bilmirəm neçədir. Set halında sifariş vermişdik. Elə də baha deyil deyə düşünürəm. Ən azından bu təcrübəyə məncə dəyər bu qiymətlər. Bizim toplam hesabımız da 138 manat 24 qəpik oldu ki, elə də baha deyil deyə düşünürəm. Bu arada xidmət də çox yaxşı idi, çox güləriz qarşıladı. Düzdür, gələn zaman biraz gözlədik, amma nəzərə alaq ki, içəridə müştərilər var idi. Normal oldu, artıq 3-4 dəqiqə, 5 dəqiqə falan gözlədik. Bu da normaldır. Amma belə ümumi xidmət çox yaxşı idi. Güləriz qarşıladılar, güləriz xidmət elədilər. Hər şey əla idi. İnterior baxımından da çox gözəldir. Mənim bu məkan üçün verəcəyim bal 5 bal üzərindən 4 olar. Möhtəşəm də deyildi, amma pis də deyildi. Yenə deyim, fərqli bir təcrübə yaşamaq istəyirsinizsə, mütləq bu məkana gəlin, tövsiyə edirəm sizə. Belə, başqa hansı qeyri-adi bir məkanlar bilirsinizsə, oralara gedib test etməyimi istəyirsinizsə, rəy bölməsinə yazın. Keçən indi Google Map-də görək bu məkan üçün qiymətləndirmə necədir. Time Korean Barbecue məkanı üçün Google Map-də qiymətləndirmə 45 rəy üzərindən 4.4-dür. Bu da yaxşı bir nəticədir. İndi baxıram, yəni bəyənənlər çoxdur. Mənfi rəylər yazan olur ki, bu hər məkanda mənfi rəy olur. Bu qədər videonu izlədinizsə, abunə olmağı, ən əsasda like etməyi unutmayın. Özünüzə yaxşı bax. Daha hansı tərzdə videoları çəkməyimi istəyirsinizsə, mütləq rəy bölməsinə qeyd eləyin. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun.